Azərbaycanda broiler toyuqlarının yetişdirilməsində hormonal preparatlar və antibiotiklərdən istifadə ilə bağlı çoxlu müzakirələr aparılır. Əminliklə bildiririk ki, Azərbaycanda ətlik cücələrə və yumurta toyuqlarına hormon verilməsi qanunla qadağandır. Elmi və texniki baxımdan da mümkün deyil. Ətlik cücələrin 42 gün kimi qısa müddətdə kəsim çəkisinə çatmaları tamamilə genetik seleksiya, balanslı qidalanma, yaxşı idarə olunan mühit şəraiti və xəstəlik nəzarəti sayəsində əldə olunan bir məhsuldarlıq uğurudur. Ölkəmizdə və Avropa Birliyində antibiotiklərin böyümə faktoru kimi istifadəsi qadağan olunmuşdur. Antibiotiklər yalnız baytar həkimin nəzarəti altında xəstəliklərin müalicəsində istifadə olunur. Müalicədən sonra müəyyən bir gözləmə müddəti var və bu müddət ərzində heyvandan əldə edilən ət və yumurta istehlaka təqdim edilə bilməz. Qida Təhlükəsizliyi Agentliyi bu prosesləri ciddi şəkildə nəzarətdə saxlayır və bu istehlakçının Azərbaycan Qida Kodeksinə uyğun olaraq qalıqsız məhsul əldə etməsini təmin edir. Bugün sağlam və etibarlı heyvansal istehsalın əsası elmdir. Dərman və ya süni müdaxilələr deyil. Qida təhlükəsizliyinə nəzarət tək dövlətin deyil, hər kəsin işidir. Gəlin, təhlükəsiz qida ilə sağlam gələcəyə birlikdə addımlayaq.